Hoş gördük dostlar sizi. Hər vaxtınız xeyir olsun. Ləzzətsiz bu günlərdə dünya çempionatının seçmə oyunlarındayıq. Türkiyə, Gürcüstan oyunda. Türkiyənin artıq 6 xalı var. Keçən həftə 3 gün bundan qabaq Bolqarıstanı 6-1 məğlub edildilər. Gürcüstanın 3 xalı var. İspaniya birinci yerdədir. İspaniyanın 9 xalı var. Türkiyə bu oyunda qələbə qazansa, play-off üçün şanslarını biraz da artıracaq. Demək olar ki, 90% play-off şansını artıracaq. İnşallah bir gün qələbə qazanar Türkiyədə. Türkiyənin də qələbəsini gözləyirik. Çünki Türkiyənin yaxşı heyəti var. Gürcüstandakı oyunda Türkiyə 3-2 qalib gəlmişdi Gürcüstanda. İnşallah bir günlərdə qalib gələr, qələbə qazanar. Bu gün də Kənan Yıldız, Arda Güler yaxşı oyun göstərirlər. Çünki gənc oyunculardır, yaxşı oyunculardır. İnşallah bu günlər yaxşı oyun göstərirlər. Türkiyədə qələbə qazanar. Dünən bilirsiniz ki, Azərbaycan millisi məğlub oldu, yenə məğlub oldu Ukraynaya. Amma normal yaxşı oyun oynadılar. O birisi oyunlara baxanda. Bu günləri Türkiyə qazanar inşallah. Yaxşı oynadılar, maraqlı oynadılar. Oyun başlayır. Keçək oyuna. Oyuna keçməmişdən qabaq dostlar, videolarımı əgər bəyənirsinizsə, bəyənməyi, takip eləməyi, yorum yazmağı, fikirlərinizi bildirməyi unutmayın. Takip eləsiniz, bəyənsiniz, sevinərəm. Başlayır oyun dostlar, keçək biz də oyuna. Gəldi, qoyma. Qaşa. Kimdir, Mehdi? Mert Müldür. Mert Müldür'dən heç xoşum gəlmir oyuncu olaraq. Karakter olaraq da xoşum gəlmir. Amma burada topa yaxşı müdaxilə elədi. Yoxsa pas verdi, ortada 2 nəfər boş idi. Kvarsxelya, bir də ki, desəm Mikhartadze idi. Gürcüstan, Türkiyə oyuna yaxşı başlayıb, preslə başlayıb, qabaqda preslə başlayıb. Amma Gürcüstan da top Türkiyəyə keçəndə Gürcüstan da preslə oynayır. Yəni müdafiəyə çəkilmir. Çünki Gürcüstanın başqa bir şansı yoxdur. Burada yəni ümidləri bu oynadır Gürcüstanın. Bu oyunda qələbə qazansa, yəni play-off'un şansı var. Yoxsa məğlub olsa, bərabərə də qalsa demək olar ki, şans gedir də. Gürcüstansa, yəni ən vacibi qələbə qazanmaqdır. Başqa şansı yoxdur. Ona görə qabaqda preslə oynayır Gürcüstanda. Türkiyə də preslə oynayır ki, Türkiyədə bir qələbə qazansa, hər şeyi həll edəcək. Yəni play-off'u 99%, 90%, həll edəcək. Oyun yaxşı başlayıb, oyun maraqlı başlayıb, sürətli başlayıb iki komanda adına da. Top Gürcüstan'a keçəndə Gürcüstan sürətli hücuma keçir, Türkiyəyə keçəndə Türkiyə. Birinci dəqiqədə bir dənə şeyin şansı oldu, Kerem Aktürkoğlu'nun. Orada ayaqsız olduğuna görə vura bilmədi. Düzgün topa vura bilmədi. Amma maraqlı başlayıb oyun. Burada Kenan! Ama offside. Ayda. Bu Kenan Yüce tutubdu. Kenan Yüce həqiqətən Türkiyə millisində oyunu tutubdu. Burada offside yoxdur burada deyəsən. Qardaşım burada offside yoxdur deyəsən. Baxmalıdır, offside yoxdur məncə. Çünki bu cinaqdakı oyuncu offside pozurdu. Offside pozurdu. Məncə offside yoxdur. Dedim o ki, Kenan yaxşı başlayıb, komandaya uyğunlaşıb, Juventus'da oynadığı oyunu oynayır. Yəni, biraz da belə oynasa çox yaxşı oyuncu olacaq. Çox yaxşı yerlərə gedəcək. Baxılır, məncə offside yoxdur. Mənim fikrimcə offside yoxdur. Kenan bu yandan gəlirdi, bu başdakı oyuncu offside pozurdu. Mənim gördüyüm. İndi VAR-da baxılır. Baxılır. Uzun beklendi mi çok kritik olduğu belli pozisyon. Gol. Bir 0. 15-ci dəqiqə Türkiyə 1, Gürcüstan 0. Kenan Yıldız qəşəng atdı başın üstündə. Orada bilinirdi. Offside gözlə görülürdü offside olmadığı, amma gözlə arada görsən alladır adam, çaşdırır adamı. 1-0. Qəşəng. Türkiyə yaxşı başlamışdı. Qolu da bu şeydir. Qolu da atdı.
1-0. Buradaki oyuncu pozur da olsaydı. Allah. Kalabalık geldik, gol istiyoruz. Etkili orta hatta. Gol, gol, gol. Kaşa 2-0. Kim idi? Merih Demiral. 2-0. Türkiye 2, Gürcistan 0. Allah. Türkiye birinci hissə çox yaxşı başlayıb ha. Pres dalınca Gürcistanı öz qapılarına təmiz sıxırlar oyundan. Gürcistan birinci buraxdığı qoldan sonra çıxa bilmədi. Vahşim çıxa bilmədi. Yəni 0-0 olanda yenə çıxırdı. Təhlükə də yaratdı, amma birinci qoldan sonra Vahşim çıxarmadı. Türkiyə daha da preslə oynadı. Mesela belə 1-0-dan sonra Gürcistan ayrılma qoymadı, tam ayrılsın. Yəni 1-0-ın şokundan, amma ikinci qolda qəşəng də burada. Valla kəllə ilə halaldır. Merih Demiral. 2-0. Şimdi geldi orta ön direğe doğru, arkaya doğru. Gol. Abdülkerim dokunamadı. Toxuna bilmədin. Mənim qoldur ha. Abdülkerim, sənin var Abdülkerim. Baxaq lan lan. Önüne düştü. Ayda. Abdülkerim. Böyle bir de ayağın toxunsaydı var, qol diye. Baxaq. Mert Müldür indirdi Abdülkerim. Ömer abi. Ayağın toxuna bilmədi. Toxunsaydı qoldu. 34 dəqiqədir, yəni Türkiyə 34 dəqiqədə imkan vermir Gürcistana. Nə oyun oynamağa var, nə də çıxmağa. Yəni həqiqətən də bu Bulqaristanla oyundan fərqli olaraq bu gün daha da yaxşı oynayır Türkiyə. Daha çox istəyir Qarabağ qazanmaq və pres, qabaqda pres. Valla bir dənə bu dəqiqə burada Kərəmdən başqa hamı yaxşı oynayır. Ümumiyyətlə qapısını da birinci sənə başlarında gördü, sonra da iş düşmədi, top gəlmədi. Bir də Kərəmdən başqa hamı bugün yaxşı oynayır. Kərəm Koçaraşvili Kerem. Qalatasarayda da oynayanda, yəni oyunçu kimi mən normal oyunçu kimi görmedim. Yəni yaxşı oyunçu da idi. Getməyi də yaxşı olmuş. Gələndə də yəni sevmişdim. Milli komandada onun nə hücumda oynadılar, hücumsuz deyil. O sağ cinah, sol cinah şeydi. Derinlemesine. Kerem nefissin. Geldi, keçdi. Qəşəng Kənan gəldi bura bax. 3-ə 2, 3-3. Vur! Gol! Vur da Yunus! Yunus Akgün, at da Yunus da. Nəsə vaxt Qalatasarayda da bunun yoxdur, hesabımızda millidə olsun qəşəng. Amma oradan kim vurdu deyəsən, orada bilmədim kim vurdu, Kənan pas verdi. Qapısından keçdi, müdafiəsi çıxartdı xətdən. Amma Yunus vurdu. Qəşəng. 3-0. Qəşəng 35 dəqiqə 3 gol Gürcistan'a yani kres. Daha bundan sonra Gürcistan 3 tane 4 tane vuracaksa Türkiye'nin şeyinden olacak. Qəşəng. Burada verdi İsmail vuramadı. Yunus qəşəng. Qəşəng Yunus. Ha. Qəşəng. Dostlar, ilk hissə bitdi. İlk hissə Türkiyə 3, Gürcistan 0. Türkiyə çox yaxşı başladı oyuna. Çox yaxşı da oynadı birinci hissəni. 3-0 da irəlidədir birinci hissədə. Türkiyə millisində bir dənə Kerem Aktürkoğlu'ndan başqa hamı yaxşı oynadı bu günlərə birinci hissəni. Uğurcan Çakrada top gəlmədi. Yəni top gəlmədi necə? Gürcistanın təhlükəli hücumları oldu, amma müdafiə zərbələrdə müdafiə çıxartdı topları. Amma Uğurcanın özünün belə çox net, çox dəqiq çıxartdığı heç bir top yoxdur. Ona görə də ki, Uğurcana yəni rahat oynayır Uğurcana top gəlmir, gələ bilmir Gürcistan daha doğrusu. Birinci goldan sonra Vahşem gələ bilmədi. Bir Kerem Aktürkoğlu'ndan baxıb bu dəqiqə Türkiyədə millisində birinci hissəni hamı yaxşı oynadı. Kerem də bilmirəm bu Montella niyə oynadı. Bu həm sırf hücumçu deyil, həm də ki oynadığı oyun yoxdur. Nə qədər top itirir. O oyunçu ayağında top saxlaya bilmir. Bəlkə də axtarsan dünyanın ən çox top itirən oyuncularından biridir bu dəqiqə. Bu ayağında top saxlaya bilmir. Bu topun ayaqda saxlama ölçüsü məsafəsini götürə bilmir. Top ayağının altından keçir. Onun yerinə Can Uzun Frankfurtda necə oyun oynayır bu sezon. Qolları, asistləri. Can Uzun ondan da həm gənc ondan deməyə gənc oyunçudur, bu da gəncdir. Gənc oyunçudur, çox potensiallı oyunçudur.
Bu sezon daha yaxşı oynayır. Məncə Can Uzunu oynatmalı idi. Bunun ikinci hissənin 60-cı, 65-ci dəqiqəsində da sala bilərdi. Yəni o oyun deyil, oynaya bilmir o oyun. Fenerbahçe'de oyunu diye demirəm, amma ümumiyyətcə bəyənmirdim oyunu. Yəni bu bəyənməməyim haqlı çıxardır məni. Oynaya da bilmir. Top saxlaya bilmir. Oynamaq üçün top saxlaya bilmir. Birinci hissə qutardı. İkinci hissə birazdan başlayacaq dostlar. Videolarımı bəyənin, takip edin, şərh yazın. Fikirlərinizi bildirin. Əsas odur. Nəyi səhv, nəyi düz edirəm. Siz bildirin, mən də onları düzəltməyə çalışırım. İkinci hissədə görüşərik dostlar. Radu Petrescu. Hakan içeriye baktı Kenan. Yaklaşmıştı Hakan. Vur. Doğrudan Gol. gol. Meri. Meri 4-0. İkinci kəllə ilə qolu. Biz bir oyunda 2 kafa golü Melih Demiral. Yada düştü bu. Avrupa Çempionatında vurdu, Avstriya vurdu. Gol 2 dənə kafa gol. Əla. 4-0. Daha bitti. Gürcistan da bundan sonra da möcüzə olar. Gürcistan 4 gol vurub, 5 gol vurub oyunu dəyişməyi. Futboldur, hər şey ola bilər, amma çətin məsələdir. 4-0. Bu deyəsən gedir elə oyuna. Bu Qarşıstan oyununa gedir deyəsən. 6'ya gedir deyəsən. Ala. Türkiyə həqiqətən də bu oyunu çox yaxşı oynadı. Bu günləri çox istədilər. Çox yaxşı oynadılar. Qəşəng. Ala. 4-0. Çizgide o derinlemesine. Koçaraşvili ceza sahası içinde dikkat edelim. Koçaraşvili attı golü. Bu golde 4-1. geliyorum dedi. Şimdi dedim ya yani takımları dağıttık dedi. 4-1. Dördüncü goldan sonra Türkiye rahat oynamaya başladı. Yani boşluqlar verdi. Bir iki dəfə gəldi Gürcistan. Alınmadı, vura bilmədi. Uğurcan belə çox təhlükəli olmadı, amma Uğurcanın qucağına gələn toplar oldu bir iki dənə. Gol yani bilinirdi gol vurulacağı. Gəldilər, indi vurdular, oldu 4-1. 4-1. Bırakmırdı ama bıraktı da 4-1 oldu. Yarı bırakmırdı. Kardeşim bu 60-70 dəqiqədə, 70 dəqiqədə 2 oyuncu dəyişikliklədi Türkiyə. Montella. Kerem Aktürkoğlu'nu çıxartmadı. 70 dəqiqədə heç nə zibil eləmir oyunda. Bir oynadığı oyunda yoxdur. Elə ancaq qaçır oyun böyle. Bir şey eləmir. Nə top saxlaya bilir, nə düzgün pas verə bilir, nə təhlükə yarada bilir. Kerem'i çıxartmır. Yunus'la Arda Güler'i çıxartdı. Arda Güler'in məsələsi niyə çıxartdın Arda Güler? Yoruldu çıxartdın Arda Güler'i. Arda Güler'in 20 yaşı var. Nə yorulmaq? Əgər yorulmağa görə çıxardın. Niyə çıxartdın Arda Güler'i? Vurdu. Gedir ya. Gürcistan ikinci golu vurdu. Arda Güler niyə çıxartdı? Kerem'i çıxartdı. Çal Cem Uzun'dur için uzandı. Şimdi onu. Yaxşı oyuncudur. Frankfurt'ta necə oynayırsan? Bu nə Kerem'də nə vardı Kerem? Neylədi bu oyunda Kerem məsələsi? Ne bileyim bu Montella'da başa düşmə oldu. İnan ki Montella'nın verdiği bir taktika yoxdur burada. Bu futbolçular öz oynadıkları, öz bildikləri kimi oynayırlar deyə qalib gəlir qalib qazanırlar. Ya Montella burada verdiği taktika bir şey yoxdur. Niye çıxartdın? Arda Güler oynayır da, yorulub Arda Güler oynayır da. Niye çıxartdın Arda Güler? Veyahut da Barış'a niye çıxdın? Gol da vurmuşdu Barış. Barış deyəmi Yunus. Çıxardın Kerem'i çağırdı. Cem Uzun dedi, adı yanlışdı. Cem Uzun dedi, adı onu. Ne bileyim, bu Montella başa düşmə olmadı. Ne eləmək istəyir?